Axşamınız xeyir olsun, salamlar hər birinizi. Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə elədik. Və şükür olsun Allah, hər şey sonda zədəsiz falan, belə çox narahatçılığım var idi. Ümumiyyətlə sezonun sonu futbolçularda həm yorğunluq, ümumiyyətlə son vaxtlar gərginlik, yəni mikro zədələr, yəni bilmədiyimiz çox nüanslar var. Ona görə biraz ehtiyat edirdim ki, ən azından inanın ki, sanki oyundan çox futbolçuları düşünürdüm ki, sağlam sezonu başa vursunlar. Və şükür olsun Allah, hər şey qaydasında oldu və əlaqəsiz 3 xal tam yerinə düşdü. Və belə Qəbələyə uğurlar arzulayıram. Çox yaxşı mübarizə aparır. Bütün oyunlarda yəni çox yaxşı mübarizə aparırlar və bəlkə də hal-hazırdakı xala onlar layiq deyirlər, daha artığına, daha yaxşısına layiqdirlər. Çünki çox yaxşı baş məşqçiləri var. Yəni bu komandaya oynamaq, qarşı oynamaq, ümumiyyətlə Kaxan komandalarına qarşı oynamaq mənim üçün həmişə maraqlı olub, belə önəmli olub. Çünki onun nə etdiyini meydanda yəni görünür və belə uğurlar arzulayıram Qəbələyə də. Və əlbəttə ki, bu soyuq havada bizlərlə olan azarkeşlərimizə təşəkkür edirəm və o cümlədən Qəbələ azarkeşlərinə çox yaxşı ab-hava, atmosfer var idi. Komandalarına dəstək oldular. Və sizlərin hər birinizə təşəkkür edirəm. Bu ili sona kimi bizlərlə oldunuz. Həm Avropa oyunlarında, həm çempionatımızda. Sizlər də çox əziyyət çəkdiniz. Burada olanlar, olmayanlar, hər birinizə, bütün mediaya öz təşəkkürümü bildirirəm və sizə gələcək həyatınızda, işlərinizdə uğurlar arzulayıram. Buyurun, buyurun Müzəffər. Təbriklər Rubanın çıxarılması ilə. Duran meydan daxil ondan sonra tez-tez ayaqlı sürüşürdü. Yəni meydançanın vəziyyətinə görə yoxsa sunulmaz bir problem var. Biraz mən tək duran yox, çox futbolçu yəni sürüşürdü. Həm bizdə, həm Qəbələnin futbolçuları. Amma sadəcə duran daha çox sürüşürdü. Biraz var idi. Ola bilər sonradan girəndə oyuna biraz istərsiniz o hazırlıqlıq elə də yuxarı səviyyədə olmur. Bəlkə bu daha ona mane olurdu. Amma hər bir halda daha möhkəm olmalıdır, daha bu düşünməlidir. Amma ümumən belə meydançanın hal-hazırdakı ümumiyyətcə, yəni bu vaxtlar meydançanın, yəni torpaq biraz belə olur. Buyurun Səvər. Ümumilikdə 2025-i özünüzün komandanın üstündə yaxaladı. Çox yaxşı. Çox yaxşı. Yəni əlbəttə ki, narazılıqlar da oldu, əlbəttə ki, uğurlarımız da oldu. Yəni mən bu kollektivin içindəyəm, bu futbolçular nələr çəkirdilər, nələr çəkdilər və inanın ki, biz elə bir mövqedəyik ki, hal-hazırda bizdən hamı razı qalmalıdır. Yəni, sizlər də, azarkeşlərimiz də, ətrafımız da, yəni rəhbərlik də, dostlarımız da, ailəmiz də, o qədər yəni elə bir sıx, gərgin bir sezon keçdi bu il və həm də ki, Çempionlar Liqasının çəkisi daha yuxarıdır. Yəni Avroliqa ilə yəni biz yan-yana qoysaq, yəni burada həm gərginlik daha yuxarı, həm daha çox məsuliyyət, daha çox güc sərf edirsən, ümumiyyətcə yəni tam başqa bir səviyyədir. Və bu cür təzyiqə əgər futbolçuların dözdüsə, yəni bugün baxmayaraq, bəli, bu turdan əvvəl ikinci yerdə idik, ümumən belə Çempionlar Liqasında da yaxşı oyunlarımız oldu, ümumən problemlərimiz oldu, əlbəttə ki, buna baxmayaraq biz ayaqüstə durmağı bacardıqsa bugün, yəni çox razı qaldıq futbolçularımdan və həm də ki, Azərbaycan futbolu üçün ümumiyyətcə, yəni Çempionlar Liqasının qrupunda oynamaq, ümumiyyətcə oyunlar, hansı ki, qalibiyyətlərimiz belə böyük bir, necə deyim, rezonans doğurdu, ümumiyyətcə böyük bir futbola sevgi oldu, gələcəyə biraz ümid oldu. Və hər bir halda mən razı qaldım futbolçularımdan, çünki onların daşıdığı yükü, belə deyək də, yəni məndən başqa inanmıram ki, elə bir daha yaxından bilsin kimsə. Və belə razı qaldım.
Bir de ilin en yaxşı futbol seçimində sizə görə komandanızın böhtanı var. Siz kimi səsləyəcəksiniz? Siz kim görürsünüz? İlin en yaxşı futbolcusu. Heç baxmamışam adlarına. Ee, Yəni o 4 nəfərdən yoxsa Elvin, Toral, Mehmet. Siz bunlar arasında en yaxşı kim görürsünüz? Mən deməliyəm, yoxsa mən deməli deyiləm deyəsən. Yox, biraz digərlərinə ötürmə atmaq olar da, biraz. Mən öz futbolçularımı səs verməli deyiləm deyəsən, hə? Hə? Hə, o nəsə bilib soruşurlar deyəsən. Öz futbolçunun səs verilməsində. Bir de Azerbaycan'da ilin en yaxşı futbolcusu kim görürsünüz? Düşünməmişəm, yerli futbolçularımın hamısını görürəm. Çünki inanın ki, bu elə bir belə deyək də epizoddur ki, hal-hazırda kimsə desəm bəlkə biraz yanlışlığa yol verərəm. Çünki həm futbolçuların hamısına həm razı qalmışam, həm də narazı qalmışam. Sadəcə baxmaq lazım, hansından daha çox razı, hansından daha çox narazı. Bir düşünməyim lazımdır. Fərqi yoxdur. Kim də olsa, yəni hər biri özümüzünkidir. Hər birinə uğurlar arzulayıram. Sadəcə bəlkə Bəhlul daha stabil oynadı. Ümumi dedim, biraz fikrimdə qaldı. Amma ümumən belə Elvinin çox yaxşı oyunları oldu. Tural ola bilər ki, Elvinlə daha az oynadı biraz. Nəriman da yaxşı başladı, sonra biraz zədədən sonra biraz performans düşdü aşağı. Belə Bəhlul Elvin sanki daha uyğun görünür. Buyur ki. Doğan qarşılanmış tərəfində bir nəzər alsaq, bugünkü oyunda adı son dəfə qararlanmışlar, gəzəsi olan hansı oyuncu var mı? Belə mənim hal-hazırda siyahımda yoxdur, amma bəzi belə deyək, təkliflər var sanki futbolçulara, bəzi sanki rəsmi olmayan təkliflər var. Biraz komandada belə də biraz sanki biraz qarşılıq başlayıb. Hansı bu təkliflərə görə nə qədər menecerlər, nə qədər yəni bugünkü gün üçün mənim siyahımda yəni bu ola bilməz. Niyə? Çünki mən qarşıdakı 2 oyuna Çempionlar Liqasının oyununda mən başqa bir futbolçu o siyahıya sala bilmərəm. Yəni kim də olsa, yəni ən yaxşı halda ondan sonra olacaq. Bu bir. İkinci də ki, biz əksinə futbolçu sayını çoxaltmaq istəyirik, artırmaq istəyirik. İstəyirik ki, daha da yaxşılaşdırmaq üçün. Amma hal-hazırda belə bir heç kimsə yoxdur. Belə kimsə tərk edə bilər deyə komandanı. Buyurun Rəyan. Qurbanları təbrik edirəm. Məlum olduğu kimi Juninho'nun yeni klubu bəlli oldu. Meksika klubu ilə anlaşdı və bilmək istəyərdim artıq yəni prosesin bitdiyini nəzərə alsaq. Qarabağ Juninho üçün son vaxtlarda hər hansı bir addım atmışdımı? Və ilin əvvəlində Sevilla'ya getmədikdə, yəni bəzi düşüncələr fərqli idi. Siz bir mütəxəssis kimi, yəni sabiq baş məşqçisi kimi necə düşünürsünüz? Sevilla'ya getsəydi fərqli ola bilərdi karyerası? Juninho elə bir belə deyək, həm müqavilə bağlamışdı, elə bir səviyyə çatmışdı ki, bizim onu geri qaytarmağımız biraz qeyri-real görünürdü, real görünmürdü. Ona görə bizim onunla bağlı ciddi bir söhbətimiz olmuyor. Qaldı ki, digər Sevilla'ya getməyinə, düzü desəm mən Sevilla'ya getməyin tərəfdarıydım, özüm də bildirmişdim fikirlərimi. Amma özü bir Braziliyalı kimi onların köklü klubudur, orada oynamaq bildiyim qədərilə istənilən Braziliya futbolçunun arzusudur. Yəni onlar oyuna yaşayırlar ki, o komandaya düşsünlər. Oranı seçdi, amma mən biraz onu İspaniyada bəlkə daha rahat oynamağına şübhə eləmirdim. Bəlkə daha onun oyunu İspaniyada daha yaxşı alınardı. Məncə mən belə düşünürəm, amma hər bir halda bunun karyerası öz seçimidir. Hörmət yanaşmalıyıq, ona uğurlar arzulayıram, amma bir xeyli belə deyək də daha
yaxşı futbolçu ola bilərdi, daha uğurlu nəticələr əldə edə bilərdi bəlkə, amma seçim bu idi. Yəni belə alındı. Deyəcək bir şey yox. Buyur İlkin. İlkin Sultanlı Sport'da sənədləşmişdir tərcihən. Program sualım olsa, biri Pedro Carrer'ın olmalı, yəni Brasilia mətbuatı artıq 4-cü Brasilia klubuna adıyla adlandırır. Daha çox protokol istədiyi bildirilir. Pekarionun mütləməli geçişi Qarabağa nə qədər təsir edir? Şimdi ümumiyyətcə belə bir söhbət var, bəli, elə belə təklif edirlər. Bilsən, biraz nə olur olsun bu Qarabağdır. Buradan, yəni bura uşaq bağçası deyil də. Buradakı futbolçulara belə deyək, bu cür təkliflər gəlməli deyil. Yəni buradan əgər futbolçu gedirsə, yəni bizə təklif olunan təkliflər ciddi olmalıdır. Sanki futbolçu gəlsin, nə olsun, belə bir fikirlər və sadəcə sanki elə bil ki, bu futbolçuların belə deyək də fikirlərini yayındırırlar. Çıxırlar biri sağdan, biri soldan elə ağlına gələn tərzdə danışırlar hətta. Yəni birbaşa deyim, yəni belə futbol indi elə bir səviyyə çatıb ki, yəni o belə deyək də biraz küçə danışığı burada olmalı deyil də. Yəni elə bir formada fikirlər bildirirlər, elə bir formada səndən futbolçu adı var, nə olsun ki adı var? Bəli, yəni menecer, ümumiyyətlə hamılar elə klub rəhbərləri də, klubun rəhbərləri yox, klubun rəsmiləri hansı ki danışırlar. Sanki ya belə ömür boyu belə işləyiblər, belə çalışıblar, sanki elə o düşüncə ilə də bizim üzərimizə gəlirlər. Və futbolçuların da mən də bağışlayın, biraz belə komod deyəcəm, başı gedir və istər-istəməz futbolçuya daha yaxşı təkliflər edirlər, klubu olmaz, pulsuz, nə bilim, və yaxud 3 manat, 5 manat belə futbolçuların da başı gedir. İstər-istəməz bunları əl almaq lazım olur və sanki bu da futbolçuları 3 ay, 5 aydır gəlib oynayıblar, məsələn, hələ yaydan bu yana gəliblər, birdən bir təklif olundu, bunları düşüncələrində gəlindi, fikirləşin, nə düşünürlər bunlar? Sanki yəni pul bunların gözünü örtür də, yəni istənilən insanın belə deyək də gözünü örtür, amma bu cür yanaşmaq olmaz. Yəni mən bunda hələ futbolçularımı da bildirirəm ki, yəni neçə illərdir mən bunun mübarizəsini aparam. Sadəcə o qədər belə lazımsız, nə bilim, keyfiyyətsiz zənglər olur, o qədər belə qeyri-ciddi məlumatlar gəlir kluba. Baxırsan belə ki, bunu doğrudan mı bu klub rəsmisi tərəfindən gəlir bu fikirlər? Doğrudan mı bu menecerlər tərəfindən gəlir? Kim elə ağlına gələnə, kim hardasa qol vurdu, kimsə eləsə bir ötürmə verdi, həmən bir 3-4 nəfər bunun üzərinə gəlirlər. Sənin mən filan yerə bu qədər sənə pul verdirəcəm, filan yerdə bu qədər pul verdirəcəm, ağıllarına gələnə danışırlar. Sən qarşısına bir ciddi bir şey qoyanda həmən itirlər. Bunlar itirlər, qalır indi futbolçu. Futbolçu düşünür ki, rəhbərlik mənə şərait yaratmadı, nə bilim, amma düşünmürlər ki, bunlar gəlib, yəni 3 manada, 5 manada oynayıblar. Çox futbolçu 3 manada, 5 manada oynayırlar. Gəliblər bura, yavaş-yavaş onları hazırlamış, yavaş-yavaş gəlib bu səviyyəyə çıxırlar. Bilsən, biraz tələsirlər, yəni. Əlbəttə ki, bizim şükürlər olsun, futbolçularımız indi bizim o fikirlərimizi, bizim düşüncələrimizi qəbul edirlər, amma istər-istəməz bu istənilən ən azından nə bilim 10 gün, 1 ay, 2 ay görsən o futbolçu o fikrini işinə cəmləyə bilmir. Yəni, çox böyük problemdir hal-hazırda bu. Bilmirəm bunu nə cür qarşısını almaq olar, amma görünən odur ki, daha da pisliyə doğru gedir. Yəni, sanki onda biz Çempionlar Liqası qrupuna düşməyək. Əgər biz istəyirsə yaxşı kollektiv olsun bizdə, biz gərək yaxşı nəticələr eləməyək. Nə Çempionlar Liqasının qrupuna düşək, nə play-offa düşək, nə başqa yerə gedək, qalıb elə öz çempionatımızda oynasınlar. İndi çox maraqlı bir bazar olub. Çox maraqlı. Buna bazar deməzdim, belə sanki qeyri-ciddi də, yəni. Sadəcə burada futbolçunun sanki mən öz yerində bir baş məşqçi kimi ona öz fikirlərimi bildirirəm, onlara öz məsləhətlərini verirəm, amma onun özü, bir ailəsi bunu düşünməlidir. Sonra onun ətrafı, dostu, tanışı onu baş salmalıdır. Yəni sadəcə gedirlər, sanki uçuruma gedirlər. Bilmirəm nə dərəcədə fikirlərimi çatdıra bilir. Bəlkə düz dedim, bəlkə səhv deyirəm, bilmirəm, amma
Yəni inanın ki, bu dəqiqə komandanı saxlamaq, mənim üçün bu dəqiqə Qarabağı saxlamaq, futbolçu əldə saxlamaq, yəni böyük bir problemə çevrilib. İkinci sual yarışlarla bağlıydı. Son zamanlar oyunda düşüş suallar bir də bugün hakimə vəzifət qısa qaldı. O təkliflər vurğulandı, oğlanlardan biri də Yankovski verildi. Demək olar ki, elə bir 90% hamısında zənglər vardı. Biri Kitaydan, biri Yaponiyadan, biri nə bilim nədir, Dubaydan, biri Ərəbistandan, biri nə bilim. Bizdən yenə deyirəm ki, sanki bir var gəlib otururlar, məsələn, Junior'unu verdik. Tam ciddi danışıq getdi və yaxud Kadini vermişdik, tam ciddi danışdı, klub rəsmiləri bir-birini başa düşdülər, bir-birinə dəyər verdilər. Bu cür formada kim istəməz ki, mən həmişə demişəm ki, biz ümumiyyətcə o bazara biz çıxmalıyıq. Əgər biz gələcəkdə hansı ki, klubu daha da genişləndirmək üçün, klubun həm belə deyək, Avropada bizə güvəni artırmaq üçün ki, buradan bu cür futbolçular, biz buna getməliyik, eləməliyik. Yəni elə şeylər var ki, məsələn biz adi təsəvvür edin ki, Braziliya məsələn Juninho'ya 5 milyon verildi. Sevilla deyəsən 3 milyon səhv etmirəmsə. Yəni biz onun Sevilla'ya getməsinə razıydıq. Yəni elə nüanslar var ki, biz burada ona yəni bəzi o summanı tam da əlimizdə saxlamaq üçün yoxdur. Biz o futbola, o İspaniyadan məsələn bizi daha bəlkə o bizim üçün daha belə deyək də böyük fərqli olardı. Avropada nə qədər olmasa da belə. Əlbəttə böyük klubdur Braziliya. Məsələn biz buna da razıydıq. Amma elələri var ki, elə sanki elə küçədən keçirlər belə bir təklif atıb çıxıb gedirlər belə. O da sadəcə futbolçuya mane olur. Yəni o da bizim işimizə mane olur əlbəttə ki. Ona görə yəni o fikirlər çoxdur, yəni zənglər çoxdur. Nə bilim belə də bəs yığıb-yığışdırmağa hələ ki vuruşuruq. Çox sağ olun. Oldu, sağ olun. Gələn görüşərik, çox sağ olun.